Salam dostlar, hər vaxtınız xeyir olsun. Qardaş bizi evinə dəvət etdi. Gəldik, 5 yerdə radiator var. Radiatorların qoşulması alt-üst idi. Bir cərgədə alt-üst. Yəni bura kimi sinirdi. Buradan belə qalırdı, ilıq. İndi isə qoşduq, sistemini yürüdük, təhvil verdik. İndi isə özün bax hər bir yanına. Həqiqətən də, yəni biz ustalar qohum deyil, tanışdırırsan ki, mən elə burada da dedim ki, qardaş, mən də elə bir iştirakçı, baxıb gəl, çağırmışam. Yəni burada tanımaq yox, bir şey yox. Faktik olaraq da oradan da, bax bu tərəflərdə biz burada bombuz olur. Hələ nəinki o tərəfə keçmirəm, Allah altına. İndi hər yerinə bax. Hələ, maşallah. Yəni xodladığımız bir yarım saat kimi var. Bəli. Bu bizdə gündəlik sutkada bu qədər silmir. Bəli, sinməz axı. Sirkulyasiya normal getmir. Bəli, bu boyda yeri sinir, qaz sərfiyyatı da çox olur. Çünki bu gərək polunu sinə ki, kombiyə gedəndə kombi istilik daçki, o istilik ona dəyə, o fasiliyə gedə. Buna da dəymədiyi üçün soyuq su gedir axıra. Altdakı soyuqdur. Soyuq gedir, fasilə vermir. Ona görə də çox pul yazır. Amma belə olan halda sərfiyyat demək olar ki, yarıya düşür. Bu şeyizən mi? Əsas can üstü olur da qardaş. Mən bunu almışam. Bəli də, həm canın qızır, həm evlər soyuq olur, həm pulun gedir. Qardaş, bu nə üçündür? Çəkdirmisənsə, bunu bəzilər var ki, kommentariyalarda yazır ki, qardaş, onun fərqi yoxdur filan. Bu boş şeydir. Bizdə var, bilmirəm kim. Yəni hər bir yerdə qoşulur. Mən onlara demək istəyirəm ki, biz belə qoşulmaya gündə bir dəfə, 2 dəfə, 3 dəfə elə yerlərə gedirik. Mənim orada nömrəm var, qeyd eləmişəm. Zəng elə, gətireyim belə ev sahibinin yanında. Qoşaq, özü də baxsın ki, realdan. Ki, istiliyi nə cür olur? İstiliyi nə tər olur? Bəli, nə tər olur, nə cür olur. Yəni olur, reallıq budur. Reallıq budur, həqiqətən. Bax, özün də, bax, hər bir yeri. Bir də bunu baxıb. Hədə baxmışıq, yenə də özün bax. Hələ. Dəqiqlik budur, reallıq budur. Yəni, danışmaqdan deyil. Nə varsa o da gözləmək. Yəni bunu mən nə məşğul yəni bu qardaş mənim nə qohumum deyil, nə tanışım, nə dostum deyil. Belə pis çıxmasın, işimizi görüb pulumuzu alırıq. Özü baxır, hamısı. Yəni sinməsə heç kim pul verəsi deyil. Özü sinməsə, sabah sünü bunda problem olsaydı, kommentarlarda görəsiniz ki, deyəcəm ki, bəli, burada açıq. Mən buna cavabdehlik daşıyıram. Allah ömür versin. Ömrümüz nə qədər, o qədər. Sadəcə buna bir dənə qulluq odur ki, ildə bir dəfə yuduzdur. Vəssalam. Ondan sonra bu cür nə cürdür, o cürdə işləyəcək. Allah sağ olasın, əliniz qolunuz var. Xeyirli olsun, qardaş. Can sağ olun. Sağ olun, Allah'ın adı qalın.